Hər iki ayağınız eyni gücdədirmi? Əgər əmin deyilsinizsə, bu iki test sizin üçündür. Qaçışla bağlı olan idman növlərində ən tez zədələnən əzələ hamstring əzələsidir, yəni budun arxa əzələsidir. Və bunun cəmi bir sadə səbəbi var: əzələ disbalansı. Əgər sizdə bahal testlərdən keçmə imkanı yoxdursa, bu sadə iki üsulu sınayın. İlk olan testimiz santimetrlə olacaq. Bunun üçün bu çanaq oynağın yerini tapırıq, dizin yerini tapırıq və təxminən orta hissədən ölçümüzü aparırıq. Həm bir ayağı ölçürük və ondan sonra atletimiz fırlanır və digər ayağını ölçürük. Əgər burada fərq varsa, bu artıq zədə alma riskinin faktorudur. İlk testimiz əgər əzələnin həcmini ölçməkdirsə, ikinci testimiz əzələnin gücünü ölçməkdir. Atletimiz qarın üzərində uzanır, ayaqları 90 dərəcə bucaq altında bükür. Biz daban hissəsindən tuturuq və ayaqlarını özünə çəkməyini xahiş edirik. Əgər manual olaraq biz fərqi hiss ediriksə, deməli əzələ disbalansı var. Bu da risk faktorlarından biridir. Unutmayın, sizin performansınız ayaqlarınızın balansıdır.